Hi, I'm V-Partner TG. Salam, mən V-Partnyor TG Quintanaram. Sizinlə bol məlumat bölüşməkdən çox məmnunam. Bu sizə daim böyüyən QNet ailəsinə mənsub olmağınızla niyə belə qürur duyduğunuzun səbəblərini öyrənməyə, anlamağa və paylaşmağa kömək edəcək. Bu videonu izlədikdən sonra QNet'in rütbə yüksəlişini və təkrar satış planını onlayn və ya canlı biznes təqdimatlarınızda potensial namizədlərinizə və komanda üzvlərinizə necə təqdim edəcəyini öyrənəcəksiniz. Həmçinin bu video boyunca istifadə edəcəyim rütbə yüksəlişi və RSP təqdimatını yükləyə biləcəksiniz. QNet'in dinamik kompensasiya planı var. O, komissiya qazanmağınıza imkan verir. Eksklüziv məhsulların satışına əsasən QNet elektron mağazamız vasitəsilə həyatı zənginləşdirən məhsulların satışından yaranan qazanc imkanı ilə distributorlərimizə uğur gətiririk. Distributorlərimizi lider kimi yetişdiririk. Düzgün təlim və təhsillə dəstək oluruq ki, onlar öz arzularını çatsınlar və nailiyyətləri ilə başqalarını da eyni nəticəyə ruhlandırsınlar. Bugün bir çox distributor rütbə yüksəlişinin biznesləri üçün nə qədər vacib olduğunu artıq dərk edib. Rütbə yüksəlişi təkcə bütün tələb olunan meyarlara nail olaraq bir rütbədən digərinə keçmək demək deyil. Bu həm də hədəflərə çatmaq, uğurlu olmaq və başqalarının da uğur qazanmasına kömək etmək deməkdir. Böyüyən qlobal QNet icmasının üzvü kimi ulduz rütbələrində irəlilədikcə qazancınızı maksimuma çatdıra və daha zəngin, dolğun həyat tərzindən zövq ala bilərsiniz. Məhz buna görə QNet Achievers Club yaratmışıq. Bu uzunmüddətli biznes quran və getdikcə daha yüksək hədəflərə çatan distributorlar üçün nüfuzlu tanınma platformasıdır. Bu xüsusi imtiyazları olan elit klubdur. QNet'in ən yüksək idarələrinə və V liderliyinə eksklüziv çıxış imkanı verir. Achievers Club böyümə və hüdudsuz potensial deməkdir. Söhbət təkcə puldan getmir, söhbət həyatda hədəflərə çatmaqdan, əsl network marketing peşəkarına çevrilməkdən gedir. Achievers Club-a düşmək, zəhmət, planlaşdırma və ardıcıllıq tələb edir. Bu eksklüziv kluba düşənlər xüsusi hazırlanmış həvəsləndirici səyahətlərlə mükafatlandırılır. Orada onlara VIP kimi yanaşılır, daha yüksək qazanc potensialı əldə edirlər və illik konvensiyada səhnədə təqdim olunurlar. Achievers Club-a düşdükdən sonra oranı heç vaxt tərk etmək istəməyəcəksiniz. Virtual ofisdəki və mobil tətbiqdəki rütbə paneliniz sizə rütbəniz, onun yüksəlişi və saxlanması göstəriciləriniz barədə ən son məlumatları təqdim edir. Bu hədəflərinizi daha erkən bilməyə, rütbə yüksəlişi və ya saxlanması tələblərini daha vaxtında idarə etməyə və yerinə yetirməkdə kömək edir. QNet məhsulları gündəlik həyat tərzinin bir hissəsinə çevrilmək üçün hazırlanıb. QNet məhsullarından müntəzəm istifadə edin və başqalarına da bunu öyrədin. Satış komandanızı qurarkən QNet məhsullarından müntəzəm istifadə etmək və onların satışını təşviq etmək sizə uzunmüddətli böyümə və sabit gəlir üçün möhkəm təməl verir. QNet məhsullarının satışından və ya alışından qazanacağınız biznes həcmi BV ilə yanaşı həmçinin təkrar satış halları, yəni RSP də qazanacaqsınız. RSP-ni öz satışlarınızdan və komandanızın satışlarından sponsorluq xəttiniz daxilində 10 səviyyəyə qədər qazana bilərsiniz. Bu hallar hər həftə nağd pula çevrilir və rütbələri yüksəltmək və saxlamaq üçün sizə məhz bunlar lazımdır. Unutmayın, rütbəniz nə qədər yüksək olsa, sponsorluq xəttinizdəki daha çox komanda üzvünün alışlarından bir o qədər çox RSP qazanırsınız. Bəs bu necə işləyir? Bu sizsiz. İkinci səviyyədəkilər sizin birbaşa referallarınızdır. Üçüncü səviyyədəkilər isə ikinci səviyyənizin birbaşa referallarıdır. İndi təsəvvür edin ki, onların hamısı ən azı 50 RSP dəyərində məhsul alıb. Aktiv ödəniş rütbənizdən asılı olaraq onların alışlarından RSP qazanacaqsınız. Əgər bronz və ya silver starsınızsa, 5 səviyyə aşağıya qədər qazana bilərsiniz. Gold starsınızsa, RSP-ni 6 səviyyə aşağıya qədər qazanacaqsınız. Sapphire starsınızsa, 7 səviyyə aşağıya qədər qazanacaqsınız. Platinum starsınızsa, 8 səviyyə aşağıya qədər qazanacaqsınız.
Diamond Star kimi 9 səviyyə aşağıya qədər qazanacaqsınız. Blue Diamond Starsınızsa təkrar satış hallarını hətta 10 səviyyə aşağıya qədər qazanacaqsınız. Əlbəttə, ardıcıl olmalısınız. Təkrar satış planından qazanmağa davam etmək üçün əmin olun ki, hər ay ən azı 50 şəxsi RSP-niz var. Çox vacib məqam, ayda ən azı 50 şəxsi RSP olmayan müstəqil distributor öz aşağı xəttindən RSP qazana bilməyəcək. Şəxsi RSP-ni Qnet elektron mağazasından seçilmiş məhsulları əsasən istehlak məhsullarını almaqla toplaya bilərsiniz. Şəxsi RSP-ni həmçinin həmin məhsulları pərakəndə müştərilərə satmaqla da qazana bilərsiniz. Bu hədəfləri izləməyinizə kömək etmək və həmişə öndə olmağınızı təmin etmək üçün satış təqvimini yaratmışıq. Satış təqvimi son tarixlərin vizual təqdimatıdır. O hədəflərinizi müəyyən etməyə və onlara çatmaq üçün nə etməli olduğunuzu planlaşdırmağa kömək edəcək. Bütün bunlar virtual ofisdə, Qnet mobil tətbiqində və rəsmi saytımızda www.qnet.net-də mövcuddur. Qnet mobil tətbiqinizin bir hissəsi olan Learning Lab vasitəsilə siz və satış komandanız biznesinizi böyütmək və inkişaf etdirmək üçün lazım olan hər şeyə çıxış əldə edə bilərsiniz. Qnet Learning Lab texnologiya və alətlərlə zəngindir. Onlar effektiv bacarıqları öz tempinizlə və öz vaxtınızda inkişaf etdirməyə imkan verir. Qnet mobil tətbiqinizdəki Learning Lab ilə rəqəmsal təhsili mənimsəyə və birbaşa satışda bacarıqlarınızı artıra bilərsiniz. Müntəzəm tətbiq yeniləmələri müxtəlif yeni funksiyalar gətirir. Rəqəmsal kitabxana, web təlim sessiyalarınıza çıxış və Qnet Pro sertifikatları daxil olmaqla Qnet haqqında öyrənə biləcəyiniz daha çox maraqlı məlumat var. Sizin üçün hazırladığımız növbəti videonu izləyin. Qnet məhsulları, birbaşa satış və Qnet kompensasiya planı, təkrar satış və rütbə yüksəlişi, idman sponsorluqları, Rhythm Foundation. Bəs siz hansı videolar izləmisiniz? Unutmayın ki, bu təlim seriyasında istifadə etdiyim təqdimatları Qnet mobil tətbiqindəki Learning Lab bölməsindən yükləyə bilərsiniz.